Salam əziz şagirdlər. Bugünkü mövzumuz Müşfiq Əliyevin deməli Lütfüzadə Məntiq Olimpiyadasına hazırlıq üçün vəsaitdə riyazi məsələlər mövzusudur. İlk 17 sualımıza baxaq. Hər gün ən azı 17-20 sualımıza baxarıq. Hər gün bir səhifəmizə demək olar. Başlayaq elə birinci sualdan. Deyir, tərəzinin bir gözündə 16 mandarin. Deməli, deyək ki, bizim tərəzimizin 2 gözü var. Və bir gözündə 16 mandarin var. O biri gözündə 5 dənə nar var. 5 dənə nar. Və deyir ki, mandarin olan gözə bir dənə də nar əlavə eləsək, nar. Deməli, 5 dənə nardır. Əlavə etdikdə tərəzidə tarazlıq yaranır. Bir narın kütləsi neçə mandarin kütləsinə bərabər. Deməli, biz bu 5 narı 4 nar üstə gəlsin, 1 nar kimi də yaza bilərik də, düzdür. Bu narın biri ilə bu nar getdi. Onda qalır 4 nar qalır 16 mandarinə. Deməli, bir dəfə bölsək 4 dəfə, onda nar bərabərdir 4 mandarin. Deməli, bir dənə narımız 4 dənə mandarin kütləsinə bərabərdir. Cavabımız eləyəcək C variantı. Sonra gəlirik ikinci sualımıza. İkinci sualımızda da deyir ki, deməli, Fuadın cibində hər biri deyir. İkinci sualımızda ya 5 manatlıq, ya 20 manatlıq. Deyir olan 9 dənə kağız pul var. Onun cibində nə qədər pul ola bilər? İndi A variantına baxaq. A variantında deyir ki, 50 dənə. İndi baxaq. 9 dənə pul olması üçün deməli, bizim onda bir dənə 20 manatımız olsa, yerdə qalır 30 manat. 30-u da 5 manatlıqlara bölsək, eləyir 6. Deməli, 6 dənə də 5 manatlığımız var. Deməli, cavabımız bu deyil. Bizə çünki 9 dənə pul lazımdır. B variantında baxaq. 185. Deyək ki, bunun bir dənəsi 20 manat olsa, 165 eləyir. Deməli, 165-i də 5-ə bölsək daha çox eləyir də. Deməli, bu deyil. Desək ki, bizim elə 20 dənə 9 manatımız olsa, bu 180 manat eləyir. Bu da deyil. B variantı da deyil. Sonra baxırıq C variantımıza. 55 dənə, deməli, 55. Deyək ki, bizim bir dənə 20 manatlığımız var, qalır 35. 35-i də 5-ə bölsək, eləyir 7. Deməli, bu da deyil. Bir dənə 5 dənə 7 manatlıq, bir dənə 20 manatlıq deyil. Baxaq, D variantına görək. 75 manatdır. İndi, deyək ki, bunun bir dənəsi 20 manat olsa, yerdə 55 qalır. 55-də 5-ə bölsək alınmır. 2 dənəsi olsa, deyək 2 dənə 20 manatlıq var. 2-ni 20-yə vuranda eləyir 40, qalır neçə? 35 manat. Deməli, 2 dənə 20 manatlıq. 35-də 5-ə bölsək 7 dənə. Deməli, 7 dənə də 5 manatlıq. Eləyir 9 dənə pul. Cavabımız eləyir D variantı. D variantı doğru cavab. Sonra gəlirik 3-cü sualımıza. 3-cü sualımızda deyir ki, çəmənlikdə ördəklər və quzular var. Ördək və quzu. Və Fuad deyir 50 ayaq, 50 dənə ayaq, 16 dənə baş saydı. Onlardan neçəsi quzu idi? Deməli, ördəyin 2 dənə ayağı var, quzunun 4 dənə ayağı var. Düzdür? Və deyir ki, Fuad 50 dənə ayaq sayıb, 16 dənə baş sayıb. Deməli, onda eləyərik, ayaqları X götürək, başları Y. Onu da belə eləyərik. Ördəyin 2 ayağı var. Deyək ki, 2X, deməli, daha doğrusu, bağışlayın. Deməli, ördəkləri X götürək. Ördəkləri X. Elə Ö götürək də Ö. X demək, ördək. Quzuları da Q hərfi ilə götürək, Q.
Yazarıq onda. Ördəyin neçə ayağı var? 2. Yazarıq 2 dənə ördək. Üstə gəlsin. Neçə eləyəcək bu? 4 dənə quzu, 4 dənə ayağı var da, düzdür? Ayaq. Bərabərdir 50. Və 16 dənə də baş deyir var. Yazarıq ördəyin hərəsinin bir dənə başı olduğuna görə yazarıq ördək üstə gəl qaz bərabərdir 16 dənə. Deməli, biz bunları rahat bir şəkildə necə edə bilərik, əziz şagirdlər? Deməli, belə eləyək. Siz indi sistem tənlik bilmirsiniz. Sistem tənlikdə necədir? Biz bunu sistem tənlik kimi yazsaq, əziz şagirdlər. Və aşağını 2-yə vursaq, 2-yə. Eləyəcək neçə? 2 dənə ördək, üstə gəlsin 4 dənə qaz, nə idi o? Quzu, bərabərdir 50-yə. Aşağını da 2-yə vurduq, elədi 2 dənə ördək, üstə gəlsin 2 dənə qaz, bərabərdir 16-ya. Deməli, 16 yox, 16-nı da 2-yə vuranda 32. Aha. Biz bunları alt-alta çıxsaq, 2 ördəkdən 2 ördəyə çıxsaq heç nə qalmır. Deməli, 4 dənə qazdan, 2 dənə quzudan 2 dənə quzu çıxsaq qalır 2 dənə quzu bərabərdir. 50-dən 32 çıxanda qalır neçə? 18. Quzu da bərabərdir. 18-də 2-yə böləndə eləyir 9. Deməli, 9 dənə bizim quzumuz var. 9-u vursaq 4-ə neçə eləyir? 36. Əgər bizim 9 dənə quzumuz varsa, baxaq, burada başlar 9 dənə. Deyək ki, baxın, indi burada gətirib yerinə qoysaq, bizim əgər 9 dənə quzumuz varsa, deməli 7 dənə də ördəyimiz var. 36 dənə elədi. 9 4-ə vuranda ayaqlarının sayı üzərinə gəlsin. 7-ni də 2-yə vurarıq. Eləyəcək neçə? 14. Cavab eləyəcək 50. Deməli, bizim 9 dənə quzu, 7 dənə də ördəyimiz var imiş. Bizdən nəyi soruşur? Neçə dənə quzu var idi deyir. Quzuların sayı olacaq B variantı. Sonra gəlirik 4-cü sualımıza. 4-cü sualımızda bizə nə deyir? Deyir ki, yad bir planetli bir il 4-cü sual deyir, yad bir planetdə bir il 22 aydır. 1 il 22 aydır. Hər ay 6 həftədən ibarətdir. Hər ay 6 həftədən. Deməli, 1 ay 6 həftədir. 1 il 22 ay idi. İndi deyir ki, tənbəl bir yad planetli ilin 12-də 7-sini yatır. Aha, ilin 12-də 7-sini yatır. İlin 12-də 7. Bu yad planetdə neçə həftə yatır? Aha. Bir yad ilin 12-də 7-sini yatır. Aha, bir ildə dedik ki, 22 dənə ay var. 22 bir ayda da 6. 22-ni vurarıq 6-ya. Edir neçə? 132. Və deyir ki, bu 132-nin də deməli, 12-də 7-sini yatır. Yazarıq 12-də 7 hissəsini taparıq. Olacaq 1 dəfə, 11 dəfə, 11-də 7-yə vuranda eləyər 77. Cavabımız eləyəcək A variantı. Sonra 5-ci sualımıza baxaq. Deyir, Nigar və Ləman qatarda səyahət edirlər. Nigar qatarın əvvəlindən 5-ci vaqonda. Əvvəldən 5-ci. Ləman isə sonundan 13-cü vaqondadır. Deməli, bizdən nə soruşur? Deyir ki, onların qonşu vaqonlarda getdikləri məlumdursa, qatarın ən azı neçə vaqon ola biləcəyini tapın. Deməli, bu əvvəldən 5-cidir. Buna bir neçə yolla baxa bilərik. Deməli, baxaq. Deyir, əvvəldən 5-cidir. Deyək ki, 1, 2, 3, 4 və 5. Bu əvvəldən 5-cidir. Ləman isə sondan 13-cü vaqondadır. Deyək ki, 1, 2, 3, 4, 5, 6, 7, 8,
9, 10, 11, 12 və 13-cü vaqonda. Düzdür? İndi deyir ki, bizə onların qonşu vaqonlarda getdikləri məlumdursa. İndi bunlar deyək ki, qonşu vaqondadılar. Yəni yan-yanadılar. Və bizdən neçə dənə vaqon olduğunu soruşur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Bu bizim ən rahat, yəni vaqonların sayı çox olmada bu rəqəmlərlə istifadə edib yaza biləcəyimiz bir metoddur. İndi bu 18 deyir bizə. Və onların deyir ki, qonşu vaqonlarda getdikləri. Qonşu o deməkdir ki, yəni yan-yana vaqonlardadır. Deməli, cavabımız eləyəcək o zaman 18. Cavabımız eləyəcək B variantı. Sonra deməli gəlir 6-cı sualımız deyir Vəsilə 100 dənə 10 və 100 dənə 10, 100 dənə 10, 100 10-a vuranda eləyər 1000 və 10 dənə 100 ədədlərin 10 dənə də 100-ü 10 dənə də 100 ədədini toplayır. 10 dənə də 100, 10 da yenə 100-ə vuranda eləyir 1000. Aha. İndi bizdən nəyi soruşur? Deyir ki, toplayır deyəndə 1000-in üstünə 1000 gələr, 2000 cavab eləyəcək B variantı. Sonra 7-ci sual. Deyir, bir məktəbdə hər il keçirilən riyaziyyat olimpiyadası 2013-cü ildə 22-ci dəfə keçirilir. Deməli, birinci olimpiyada neçənci ildə olub? Bu tip suallarda şagirdlər 2013-dən çıxarsan 22-ni, üzərinə gələrsən 1-i. Deməli, onda neçə eləyəcək? 2013-dən deyək. 22 çıxsaq, eləyir 1. Deməli, 1991. Hansı sual idi? Aha. Üzərinə də 1 gəlsə, eləyəcək 1992. Çünki həmin ildə keçirilir. Ona görə üzərinə 1 gəlirik. Sonra 7-ci sual. Deməli, 7-ci sualımızda deyir ki, 5 kisənin üçündə 5 dənə kisə var. Deyir, bunun üçündə qarabaşaq, yəni qreçka. İkisində isə noxud var. İkisində isə noxud. Və bizə deyir ki, onların ümumi kütləsi 144-dür. 2 kisə noxudu. Aha. Deməli, 3x, 2x. Çünki bir kisə nə qədər tutduğunu bilmirik. Və deyir ki, onların ümumi kütləsi 144-dür. Aha. Noxud. Onların ümumi kütləsi 144 kiloqramdır. 2 kisə noxudun kütləsi deyir. Buna qarabaşaq deyək, bura bir noxud deyək. Deyir, indi 2 kisə noxudun kütləsi 3 kisə qarabaşaq kütləsi qədərdir. Aha, onda deməli, əgər 2 kisə noxud 3 bircə dəqiqə. Aha. 2 kisə deyir noxudun kütləsi, 2 kisə noxudun kütləsi 3 kisə qarabaşağa bərabərdirsə, deyir ki, kütləsi qədərdir də, deyir. Yəni 3 kiloqramlıq 3 dənə noxuda bərabərdir. Qarabaşaq kisələrinin birinin kütləsi nə qədərdir? Aha. Deməli, əgər bizim 2 noxudumuz 3 dənə qarabaşağın bərabərdirsə, onda belə eləyərik. Noxud bərabərdir 3
bölünsün 2. Düzdür? Qarabaşaq. Onu da gətirib yerinə qoysaq, belə yazarıq da. Deməli, onda yazarıq 3 kilo qarabaşaq üstə gəlsin, düzdür? 2 kilo vurulsun 2-də 3. Çünki 2 kilo noxud 2-də 3 qarabaşağa bərabər idi. Qarabaşaq bərabərdir neçə eləmişdi? 144. Bu ikilər getdi. Elədi neçə? 6 kilo, yəni 6 dənə qarabaşaq hissəsi bərabər 144-ə. Onda qarabaşaq bərabərdir 24-ə. Deməli, bizdə də qarabaşaq hissələrinin birinin kütləsi nə qədərdir deyirdi. Cavabımız eləyəcək 24A variantı. Sonra 9-cu sualımız, yox. 8 idi bu. 8-ci sualdır. İndi gəlirik 9-cu sualımıza. Çünki 7-ni deyəsən şifahi dediyimə görə tez bitdi. İndi 9-cu sualımızda deyir ki, 5 qarpız bir qarpızdan 40 kiloqram ağırdır. Deməli, 5 dənə qarpız bir qarpızdan 40 kiloqram ağırdır. İndi olacaq 5 qarpız bir qarpızdan 40 kiloqram ağırdırsa, onda 40-ı bölərik 5-ə, düzdür? Deməli, elədi 8. Deməli, 8 dənə qarpızın kilosu, yəni çəkisi 40-dır. Düzdür? İndi, deməli, bir də baxaq. Deyir ki, 5 qarpız 5 dənə qarpız bir dənə qarpızdan 40 kiloqram ağırdır. Bir dənə kilo, deməli, biraz diqqətli olaq. Deməli, bir dənə qarpızımız bir də 5 dənə qarpızımız 40 kiloqram ağırdır. Onda olacaq 5 qarpız çıxılsın 1 dənə qarpız bərabərdir 40 kiloqrama. Düzdür? Olacaq 4 qarpız bərabərdir 40, qarpız bərabərdir 10. Deməli, bir qarpızın kütləsi nə qədərdirsə 10. Cavabımız eləyəcək A variantı 9-cu sualımızda. Sonra baxırıq 10-cu sualımıza. Deyir ki, 2 ədədin fərqi 748 azalanın sonu bir rəqəmi ilə bitir. 2 ədədin fərqi. Bu rəqəmi silsə çıxılan alınır. Deyir 2 dənə ədəd A, B, sonu 1-lə bitir. Deyir, əgər bunu silsək, bu alınır. Onu da silsək, o alınırsa, deməli, ikinci ədədimiz AB-dir. Deməli, bu birinci ədədimizdir. Bu da ikinci ədədimizdə olur AB. Biri silsək, yerdə qalan alınır deyir. Onda çıxarıq nə? AB-ni veririk 748. İndi bizdən nəyiz? Azalan və çıxılan cəmin tap deyir. B-miz olacaq 3. Əgər bizim B-miz 3-dürsə, B-mizin yerinə 3 qoysaq, deməli A-mız onda neçədir? 8. 8, A da bərabərdir 8. Deməli, onda misalımız belə olacaq. 831 üzərinə gəlsin 83, eləyəcək 4, 1, 914 cavabımız eləyəcək D variantı. Sonra 11-ci sualımıza baxaq. Deyir, Bahar ortadakı rəqəmi 1 və 2 olan birinci və sonuncu rəqəmlərinin cəmi. Ortadakı rəqəmi 1 və 2 olan birinci və sonuncu rəqəmlərin cəmi 6 olan bütün 3 rəqəmli ədədləri yazdı. Birinci və sonuncu rəqəmlərinin cəmi. Bahar deyir, ortadakı rəqəmi, aydındır. Ortadakı rəqəm ya 1, ya 2 olub. Və qıraqdakı rəqəmlərin cəmi 6-nı verməlidir. Məsələn, deyək ki, 610. Sonra 6 verəcək rəqəmlərin cəmini 6 ilə 0-dır. Sonra eləyir neçə? 511. Çünki baxın qıraqdakıların cəmi 6-nı verir. Sonra 400
12 yenə 6-nı verir. Sonra 313, 214 və deməli 115. Qıraqdakıların cəmi bizə nəyi verir? 6-nı. Sıfırla başlayan ədəd olmadığına görə yaza bilmirik sıfırla. Deməli, neçədən oldu? 1, 2, 3, 4, 5, 6. İndi 6 dənə boydu. İndi ortada 2 olması üçün, ortada da 2 olması üçün eyni qayda ilə gedəcəyik. 6, 6 cavabımız eləyəcək 12. 11-ci sualda da cavabımız eləyəcək A variantı. Alt üstə gəl 6 eləyir 12. Sonra 12-ci sualımızda deyir ki bizə 12-ci sualımızda deməli bizə rəqəmlər verib və deyir ki yerini dəyişmədən elə 3 yerə bölün ki alınan 3 ədədin cəmi ən kiçik olsun. Ən kiçik olsun deyirsə uşaqlar. İndi biz ən kiçik ədədi seçməliyik. Ən kiçik gözümə dəyir. Baxaq. Və 3 rəqəm baxaq. Bunu seçsək 2174 üzərinə gəlsin 203 və 3 yerə bölün deyirdi. Ona görə ancaq bu şəkildə ala bilərik. 345 bu olsun. Birinci ədədimiz, ikinci ədədimiz və üçüncü ədədimiz. Və bunların da cəmi eləyəcək neçə? 2 yazaq 1 yadda, 2 yazaq 1 yadda. Sonra 6, 7, 1 yadda 7, 2 də düşdü. Aşağı eləyəcək neçə? 2722. 12-ci sualımız. Baxaq görək harada səhv eləyirik. Deməli, ən kiçik başqa nə eləyə bilərik? Ən kiçik. Baxaq görək başqa bir kiçik ala bilərikmi ki? Başqa bir 2000 deməli. Aha, ala bilərik, bəli. Deməli, baxın uşaqlar. Ayda misal sildim, eyb yox, təzədən yazıram onda. Deməli, elə qələm seçim ki gözümüz görsün. Deməli, 32, 17 düzdür. Sonra 43, 45. Deməli, ən kiçiyimiz olacaq neçə? 2032. Çünki burada 2-dən sonra 1 var idi, burada 0 var. Ən kiçiyi bu olacaq. Üzərinə gəlsin 174 və üzərinə bu ikinci ədədimiz, bu da olsun üçüncü. Üstə gəlsin 345. Deməli, bu olacaq. 1 yazaq 1 yadda, 5 yazaq 1 yadda, 4, 1 yadda, 5, 2551 baxaq var. Bəli, cavabımız olsun C variantı. 12 də getdi, C variantı. Sonra deməli 13-cü sualımıza baxaq. Deyir ki, 13-cü sualımızda bir dəhlizin sol tərəfində deməli 1-dən 15-ə dək nömrəli otaqlar tək. Aha, sol tərəfində 1, 3, 5, 7, 9, 11, 13 və 15. Deyirdik, sağ tərəfində 22 cüt nömrəli otaqlar yerləşir. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22. Bu dəhlizdə otaq nömrələrin yazılması üçün neçə bir rəqəmindən istifadə edilmişdir? Aha, bir rəqəmindən istifadə edilib deyiriksə, baxaq. 1, 2, 3, 4, 5, sonra 6, 7, 8, 9, 10. Deməli, 10 dənə bir rəqəmindən istifadə olunub. Cavabımız eləyəcək 13-cü sualda A variantı. Sonra baxaq 14-cü suala. 14-də deyir ki, qoy biraz fərqli bir rəqəm götürək. Bizim qarı, burada.
Deyir, xatirə tərəfi 11 desimetr olan kvadrat şəkilli vərəqi 2 düzbucaqlıya ayırdı. Deyir, xatirə tərəfi. Aha, tərəfi deyək ki 11-dir. 2 dənə bu düzbucaqlının deyir, birinin perimetri 11-dir. İndi deməli birinin perimetri 30-dur. Digər düzbucaqlının perimetrini soruşur. Biz bilirik ki, bunu böldü. Onsuz da bura yenə 11-dir də, yəni. İndi bunun uzunluğu onsuz da 11-dir. Eni nə qədərdir? Deyir ki, perimetr 30-dur. Biz bilirik ki, perimetri necə tapırıq? Enin üzərinə uzunluğu gəlib 2-yə vururuq. İndi biz 11-in üzərinə neçə gəlsək, deməli, burada 11-dir. Üzərinə neçə gəlib 2-yə vursaq, 30 eləyər. 4. Çünki, yəni, 11 üstə gəl 4 vurulsun 2 bərabər 30. Deməli, bura 4-sə yerdə nə qədər qaldı? 11-dən 4 çıxanda 7. İndi bunun perimetrini soruşur bizdən. Yazarıq 11 üstə gəl 7 vurulsun 2 bərabərdir 36. Cavabımız eləyəcək A variantı. Sonra 15-ci sual. Deyir, yarışın hər bir iştirakçısı 20 suala cavab verməli olur. 15-ci sual. 20 dənə sual. Hər bir düzgün cavab üçün 2 bal. 2 bal bir suala. Düz suala. 4 yanlış cavab bir doğrunu aparır. Şahin bütün sualları cavablarından sonra nəticə 20 bal oldu. O neçə sualı doğru cavablandırdı. Deməli, bu əgər bütün suallara cavab vermiş olsaydı uşaqlar, bunun 80 balı olacaqdı. Səhvsiz əgər vermiş olsaydı. Deməli, amma bu 20 bal toplayıb. Deməli, biz bunu yalnız variantlarla işləyə bilərik. Əgər 10 dənə sualı cavab veribsə, deməli, əgər 10 dənə sualı cavab veribsə, 4 yanlış, Şahin bütün suallarının nəticə, bütün sualları cavablandırıb, uşaqlar. 20 dənə sualın 20'sini də cavablandırıb. Amma 20 bal toplayıb. Deməli, desək ki, 20 dənə sualın 10 dənəsini düz yazıb, onu düzdür. 20 dənə sualın 10 dənəsi səhv. Düzdür. 10 dənə düz yazsa 20 baldır. 10 dənə səhv yazmış olsa, deməli, 2 tam, deməli, 4 dənə səhv bir doğrunu aparır da, düzdür. Bir doğru da 2 baldır. 10 dənə səhv də, deməli, 4 bal, 5 bal aparır. 10 dənə sual. Deməli, onda 15'i qalardı bizdə. 15 bal qalardı. Yox, əgər deyək ki, 12 dənə düz yazıbsa, deməli, 12 dənə düz yazıbsa, 12'ni də 2'yə vuranda edir 24. Deməli, onda 12 dənə 8 dənə səhv. 8 dənə də səhv. 8 dənə də səhv neçə bal eləyir? 4 bal eləyir. Düzdür? 24-dən də 4'ü çıxarır. Qalar neçə? 20 bal. Deməli, bu neçə dənə düz yazıb? 12 dənə düz yazmış olur. Cavab eləyib B variantı. Sonra neçənci sualda 16 deyir. Sənanın cibində hər biri ya 5 manatlıq ya da 10 manatlıq olan 5 dənə kağız pul var. Onun cibində nə qədər pul var? 5 dənə kağız pul var. Əgər indi A variantına baxaq. Əgər onun cibində bir dənə 10 manatlıq varsa, deməli, yerdə qalır 4 dənə pul. 4'ü də 5'ə vuranda eləyir 20. 20 üstə 10 gəndə 30 eləyir. A variantı getdi. Sonra B variantına baxaq. Deməli, onun cibində 55 manat B variantında. İndi əgər 5 dənə kağız pul var, 55 manat. Düzdür? Bunun deyək ki, uşaqlar, 2 dənəsi, bir dənə 5 manatlığı tutaq ki varsa, onun cibində 5 dənə pul olmalıdır da. 5 manatlıq bir dənə kağız pul varsa,
Yerdə qalır bunun 40-ı. 40-ı da 4-ə bölən, 10-a böləndə 4 düşür. Daha doğrusu 50'si qalır. 50-ni də 10-a böləndə 5 düşür. B variantı da getdi. Baxaq C variantına. Deyək ki, bunun 45 manat pulu var. Düzdür? Və cibində də cəmi 5 dənə kağız pul var. Deyək ki, bunun bir dənə olsa, yerdə qalır 35, yox. 2 dənə olsa 10 manatlıq. Deyək ki, bunun var 4 dənə 10 manatlıq. 4-ü ona vursaq eləyir 40. Deməli, 4 dənə 10 manatlıq. Bir dənə də 5 manatlıq. Eləyəcək neçə? 45. Cavabımız eləyəcək ilə nə? C variantı. Baxaq indi sonuncu 17-ci sualımıza. Növbəti videomuzda da ardı gələcək. Deməli, 17 deyir, bağçanın həyətində 17 qız, 14 dənə oğlan var. Oğlan oynar. 7 bərabər komandaya ayrılması üçün onlara daha neçə nəfər lazımdır? Bunları toplayanda eləyir neçə? 31. Və biz 31-in üzərinə neçə gəlsək 7-yə bölünər? 4 gəlsək ki, 35 eləsin. 5. Deməli, 7 bərabər yerə bölməyimiz 4 nəfərimiz çatmır, cavab eləyir D. Əziz şagirdlər, bugünlük bu qədər. Növbəti video izahda görüşənə qədər. Və qeyd edim ki, olimpiyadalara, ümumiyyətlə məntiqdən hazırlıqlar, yerli və beynəlxalq olimpiyadalarda qeydiyyat davam edir. Nömrəm elə öz kanalımda var, Nəriminə müəllimə. WhatsApp-dan əlaqə saxlaya bilərsiniz. Sağ olun.